Salam uşaqlar. Keçən dərs tərs trigonometrik funksiyalardan 20-yə qədər olan sualların izahına baxmışdıq. Bugün isə ardına baxaq. Başlayaq 21-ci sualla. Arctangens x bərabər arc cosinus 5/4 bərabərliyindən x-i tapın deyir. Arc cosinus 5/4-ə bir alfa desək, buradan kosinus alfa olacaq 5/4. Eyni zamanda arc cosinus 5/4'e alfa demişik. Alınacaq arc tangens x bərabər alfa. Buradan da x'i tapsaq olacaq tangens alfa. Beləliklə bizdən x'i, yəni tangens alfanı soruşur. Düzbucaqlı üçbucaqdan kosinus alfanın qiymətlərini yerinə yazsaq, bitişik katetin hipotenuza nisbəti. Onda qarşıdakı katet olacaq 3. Tangens alfamızda qarşı katetin, yəni 3'ün bitişik katetə nisbəti, yəni 4'ə nisbəti olacaq. Doğru cavab 21'də B. 22-ci suala baxaq. 2 tangens arc cosinus kök 2 bölü 2. Arc cosinus kök 2 bölü 2'ni alır pi bölü 4'də. Üstə gəl kosinus 2 vuraq arc tangens 1. Arc tangens 1, yəni tangens 1'i alır pi bölü 4'də. Bərabər 2 vuraq tangens pi bölü 4'də, yəni 45 dərəcədə alacaq 1. Üstə gəl 2 ilə 4 xəsər gedir, pi bölü 2 qalır. Kosinus pi bölü 2'də alır 0. Üstə gəl 0 bərabər 2. Deməli 22'də doğru cavab oldu 2. 23-cü suala baxaq. 3 bölək pi arc cosinus mənfi kök 3 bölü 2. Arc cosinus nə tək, nə cüt funksiya olduğundan yazarıq pi çıxaq. Kök 3 bölü 2'ni alır pi bölü 6'dan. Üstə gəl arc sinus kök 3 bölü 2. Sinus kök 3 bölü 2'ni alır pi bölü 3'də. Üstə gəl arc tangens 1 bölü kök 3, yəni kök 3 bölü 3. Arc tangens kök 3 bölü 3'ü alır pi bölü 6'da. Bərabər 3 bölək pi vuraq mənfi pi bölü 6 müsbət pi bölü 6 islah olunur. Vuraq bunu 3'də 4 pi'yə. Pi'lər 3'lər ixtisar gedir. Doğru cavab 4. 24-cü sual. Eyni ilə 6 bölək pi vuraq arc cosinus mənfi 2'də 1. Kosinus 2'də 1'i alıb pi bölü 3'də. Nə tək, nə cüt funksiya olduğundan olacaq pi çıxaq pi bölək 3. Üstə gəl sinus 2'də 1'i alır pi bölü 6'da. Üstə gəl arc cotangens kök 3 bölü 3. Yəni pi bölü 3 bərabər mənfi pi bölü 3 müsbət pi bölü 3 islah gedir. Buradan 6 bölək pi'ni vursaq 6'da 7 pi'yə. Doğru cavab olacaq 24'də 7. 25-ci sual. Bilirik ki, tangens, arctangens qarşılıqlı tərs funksiyalardır. Bunlar ixtisar olunur, qalır 31. Üstə gəl, eyni ilə sinus, arc sinus 0,2. Üstə gəl, kotangens, arc kotangens. Bu da bizə verəcək 29. Bərabər. Bunları toplasaq 60,2. 26-cı sual. Kotangens, arc kotangens. İxtisar geçsə qalacaq 42. Üstə gəl, kosinus, arc kosinus 0,4. Eyni ilə tangens, arc tangens. Üstə gəl 28. Bərabər. Hesablasaq 70,4. 27-ci sual. Verilən funksiyanın təyin oblasti AB parçası olarsa AB hasilini tapın. Biz bilirik ki, arc sinus funksiyasının təyin oblasti mənfi 1 parçasıdır. Arc kotangensin təyin oblasti isə mənfi sonsuzluq, müsbət sonsuzluqdur.
Deməli bizdə x çıxaq 3 bölək 2 mənfi 1 parçasında yerləşməlidir. Eyni zamanda arctangensin təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Verilən ifadə, yəni arqument kök 6 olduğundan kök 6 ifadə 0-dan böyük bərabər olmalıdır. Birinci bərabərsizlikdən hər tərəfi 2-yə vursaq, mənfi 2 kiçik bərabər x çıxaq 3 kiçik bərabər 2. Buradan hər tərəfə müsbət 3 əlavə eləsək, 1 kiçik bərabər x, o da kiçik bərabər 5 alırıq. Digər tərəfdən x böyük bərabər 3. Verilən həllərin kəsişməsi olacaq 3, 5 parçası. Bizə də demişdi ki, AB parçasıdır. Deməli, A-mız 3, B isə 5 olur. Bizdən AB hasilini soruşur. 3 vuraq 5, yəni 15. 27-ci sualda doğru cavab 15. 28. 28-ci sualda arcsinus 5 böl 13'e bir alfa desək, buradan alırıq sinus alfa bərabər 5 bölək 13. Düzbucaqlı üçbucaqdan qiymətləri yerinə yazsaq, deməli alfa qarşı katet 5, hipotenuz 13, onda bitişik katet olacaq 12. Buradan kosinus alfanı tapsaq, kosinus alfa bərabər 12 bölək 13 alarıq. Buradan alfa bərabər arc kosinus 12 bölək 13. Biz arcsinus 5 böl 13'e alfa demiştik. Getirip yerine yazsa alfanın yerində. Deməli olacaq kotangens. Buradan 2'də 1'i mötərizə xaricinə çıxarsaq, alfanın yerində yazaq arc kosinus 12 bölək 13. Üstə gəl arcsinus 12 bölək 13 bərabər arcsinus 12 bölək 13 üstə gəl arccosinus 12 bölək 13 cəmi bizə verəcək pi bölü 2. Yerinə yazsaq, deməli kotangens 2'də 1 vuraq pi bölü 2. Bu bizə verəcək kotangens pi bölü 4. Pi bölü 4'də də kotangens 1 qiymətini alır. 28'də doğru cavab 1. 29'a baxaq. Gəlin verilən funksiyaların bəndlərdə baxırıq ki, həm təyin oblast, həm qiymətlər çoxluğu verilib. Bunların təyin oblast, qiymətlər çoxluğunu qeyd eləyək. Deməli, sinusun təyin oblastı df, qırmızı ilə yazaq, bərabər mənfi sonsuzluq, müsbət sonsuzluq, qiymətlər çoxluğu YF, mənfi 1 parçası. Arcosinus üçün təyin oblast mənfi 1, müsbət 1, qiymətlər çoxluğu YF 0, pi parçası. Arctangens üçün təyin oblast mənfi sonsuzluq, müsbət sonsuzluq, qiymətlər çoxluğu mənfi pi bölə 2, pi bölə 2 aralığı. İndi baxaq verilən şərtlərə uyğun. Deməli, 1'ə uyğundur C, 1'ə C, 2'yə uyğundur A təyin oblastı. Deməli, 2'yə uyğundur A ilə D, 2AD, 3'ə uyğundur B. 3'ə uyğundur B. Deməli, 29'da 1C, 2AD, 3C B oldu. 30-cu sual. 30-cu sual üçün də eyni qaydaları yazaq.
təyin oblast. DF mənfi sonsuzluq, müsbət sonsuzluq, qiymətlər çoxluğu. Mənfi 1, 1 parçası. Arc-sinus üçün təyin oblast. Mənfi 1, 1 parçası. Qiymətlər çoxluğu. Mənfi pi bölə 2, pi bölə 2 parçası. Arc-kotangens x üçün təyin oblast. DF mənfi sonsuzluq, müsbət sonsuzluq. Bunları ona görə qeyd edirəm ki, sizin üçün də bir dəfə təkrar olsun. Qiymətlər çoxluğu isə 0 pi aralığı. Baxaq verilən şərtlərə uyğun. Deməli 1-ə uyğundur B, 1B. 2-yə uyğundur A, Y, A ilə Y. 3-ə uyğundur D. 3-ə uyğundur D. Deməli 30-da 1B, 2AY, 3C, D. 31-ci suala baxaq. 1-də tək funksiya. Deməli tək funksiya arc-sinus x-dən tangens x-dir. Deməli 1-ə uyğundur B, C. İkinci cüt funksiya kosinus x-dən, deməli kosinus x 2-yə A. Baxaq digərlərinə. Arc-kosinus nə tək, nə cütdür. 3-ə gedir D. Deməli x bu tək funksiyadır. Vurulsun kotangens x də tək funksiyadır. İki tək funksiyanın hasili bizə verəcək cüt funksiya. Deməli 2-yə həm də y gedir. Deməli 31-də 1bc, 2ay, 3d. 32-ci suala baxaq. Tək funksiya, deməli sinus x 1-ə yazaq a. Həm də arctangens x, həm də c, 1 deməli ac. 2-yə baxaq. Cüt funksiya, deməli kotangens x tək funksiyadır. Tək funksiyanın kvadratı, yəni tək funksiya vuraq tək funksiya bizə verəcək cüt funksiya. 2-yə gedir d. Tangens x tək funksiyadır. Sinus x də tək funksiya. Bunların da hasili bizə cüt funksiya verəcək. Deməli 2-yə həm də y uyğundur. 3 nə tək, nə cüt funksiya. Onda arc-kotangens. Bu da gedəcək 3-ə. 1 AC, 2 YD, 3 isə B. 33-ə baxaq. Pi üstəgəl arc-sinus x funksiyasının deməli təyin oblastı, arc-sinusun təyin oblastı mənfi 1, 1 parçasıdır. 1-ə uyğundur B. Sonra arc-kosinus, bir B-ni silək buradan. Arc-kosinus kök x. Arc-kosinus kök x deməli təyin oblastı 0, 1. Niyə? Çünki kök altında x var. Biz bilirik bunun təyin oblastı mənfi 1, 1 parçasıdır. Kök altı ifadə mənfi ala bilmədiyindən onda 2-yə gedəcək y. Arctangens x-in təyin oblastı. Arctangensin təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Kök altı olduğundan olacaq 0 müsbət sonsuzluq. 3-ə gedəcək a. Baxaq digər variantlar. Funksiyanın qiymətlər çoxluğu 0 pi bölü 2-dir. Gəlin yerinə yazaq. Deməli pi üstəgəl arc-sinusun qiymətlər çoxluğu mənfi pi bölü 2, pi bölü 2-dir. Bir dəfə mənfi pi bölü 2 yazacaq yerinə. Bir dəfə isə pi bölü 2. Üstəgəl mənfi pi bölə 2 bərabər. Bu bizə verəcək pi bölə 2. Bir dəfə də pi üstəgəl pi bölə 2. Bu da bizə verəcək 2-də 3 pi. Deməli bunun qiymətlər çoxluğu oldu. Pi böl 2, 3 pi böl 2 parçası. Baxaq D. Deməli 1-ə həm də D uyğundur. Sonra C-yə baxaq. Funksiyasının qiymətlər çoxluğu 0 pi böl 2 parçasıdır. Baxaq hansına uyğundur.
Deməli, qiymətlər çoxluğu 0 pi parçasıdır. Deməli, bunun qiymətlər çoxluğu 0 pi parçasıdır. Bu -1 qiymətini ədəd oxumda göstərək bunu. Deməli, 90 dərəcəyə qədər müsbət, ikinci rübdə isə mənfi, bu isə mənfidir. Deməli, bu kök 6 olduğundan mənfi qiymət ala bilmir. Deməli, alacaq 0-dan 90 dərəcəyə qədər. 0-90 dərəcəyə qədər qiymətlər ala bilər. Çünki kosinus ikinci rübdə mənfidir. Bu mənfi qiymətləri ala bilmir. Kökün altında funksiya olduğundan. Deməli, 0-90 dərəcə, yəni 0 pi bölək 2 parçası. Deməli, 2-yə həm də uyğundur C. Deməli, 33-də 1B-də 2C-yə 3A. Bu qədərdir suallar. Sağ olun. Çalışarım. Gələn mövzuları, bundan sonraki mövzuların da video izahını çəkib sizin üçün YouTube'a yerləşdirək. Oldu. Sağ olun. Gələn görüşənədək.